Mən Məmmədova Rəfiqə Bağır qızı 1935-ci ildə İrəvan şəhərində anadan olmuşam. Atam Məmmədov Bağır, anam Məmmədova Rübabə də İrəvan şəhərində dünyaya göz açmışlar. Mənim ulu babam Məmməd Bağır uzun müddət İrəvan şəhərinin, İrəvan xanlığının şeyxi olmuşdur və o bizim Azərbaycanlılarımızın təhsilində onun çox böyük köməkliyi olmuşdur. Hətta o zaman qızların oxumağına valideynlər icazə vermirdilər. Yalnız oğlanlarını oxudurdular. Ona görə də mənim ulu babam öz evində məktəb açıb və o məktəbə öz qızını, öz həyat yoldaşını, qohumlarını da əlavə edib uşaqları və deyirdi ki, mən öz uşağımı oxuduramsa qız uşaqlarını, siz də göndərin uşaqlarınızı, gəlib oxusunlar. Və beləliklə də yavaş-yavaş doğrudan da Azərbaycan xalqı da öz qız uşaqlarını məktəbdə oxumağına icazə verdilər. Mən 1944-cü ildə İrəvan şəhərində məktəbə getmişəm. O zaman Kirov adına idi, lakin sonradan bu məktəb Mirzə Fətəli Axundov adını daşıdı. Məktəbdə oxuduğum illərdə gözəl müəllimlərimiz olubdu. Mənim birinci sinif müəlliməm Arifə Bayramova çox savadlı bir müəllim idi. Ələşrəf qızı, atası da çox savadlı idi. O da müəllim idi. Arifə müəllimə bizə çox gözəl dərs keçirdi. O ilk bizim ibtidai təhsilimizi çox gözəl bizə öyrətdi. Çox tələbkar, çox bacarıqlı, savadlı bir müəllimə idi. Məktəb illərində atam bizi İrəvan şəhərinin bütün gəzməli yerlərini aparırdı. Bu yerlərdən ən çox getdiyimiz yer Göyçən mahalı idi. Göyçən mahalının kəndinə gedib, orada istirahət edirdik. Kənd çox gözəl idi. Hər tərəf güllü, çiçəkli, Ardanış kəndi idi kənd. Elə gözəl idi, orada gözəl balıq olurdu. Həmin Əli kişi hər gün oradan gələndə, işdən gələndə bizə təzə çıxan balığı gətirirdi. Ondan başqa çox yerlər var idi, gözəl yerlər. Bu yerlərdən biri də Basarkeçər rayonu idi. Basarkeçər rayonunun çox kəndi var idi. Özü də elə bil bu kəndlərin hamısını dağın döşündə, dağın ətəyində yerləşdirmişdilər. Orada Böyük Məzrə, Bala Məzrə, Şişqaya, Kəsəmən və sair kəndlər var idi. Biz Şişqaya kəndinə gedirdik. Bütün o kəndləri gəzirdik, qarış-qarış gəzirdik. Neçə gün istəyirdik qalıb, təzədən İrəvana gəlirdik. Məktəbdə oxuduğum illərdə gözəl müəllimlərimiz var idi. Bu müəllimlərdən gözəl riyaziyyat müəllimi Əskərov Cəlal, kimya müəllimi Məmmədov Hüseyn, rus dili müəllimi Bağır Rızazadə, fizika müəllimi Musa, Əliyev Musa, bütün gözəl-gözəl müəllimlərimiz var idi. Mən onların hamısından çox razı idim. Onlar çünki bizə bizim istədiyimiz qədər savad verdilər, bilik öyrətdilər. 1944-cü ildə məktəbi medalla bitirdim və 1959-cu ildə İrəvanda Xaçatur Abovyan adına universitetin nəzdində olan Azərbaycan fakültəsinə, yəni dil, ədəbiyyat, Azərbaycan dili və ədəbiyyat tarix fakültəsinə qəbul olundum. İnstitutu bitirdik. Yoldaşım jurnalist Sabir Tarbiyevlə bir yerdə institutu bitirdik. İnstitutu bitirəndən sonra
belə qərara aldıq ki, bir günümüzü Dərəşəkdə keçirək. Dərəşək də İrəvana yaxın idi, amma çox gözəl idi. Orada gözəl, o zaman deyildiyə görə pioner lagerləri, istirahət zonaları, hər şey var idi. Bizim institutda dövlət imtahanına Professor İrəvanski Bakıdan dəvət olunmuşdu. Biz ona da dedik ki, professor bizlə gedərsinizmi Dərəçəyə? O çox məmnuniyyətlə razılıq verdi, amma heç nə demədi. Biz səhər yığışıb getdik. Orada gözəl qonaqlıq düzəltdik, layiqli süfrə açdıq. Ermənilərdən 2 nəfər kişi yaşlı orada qulluq eləyirdilər, kabab bişirdilər, gətirdilər. Onda mən eşitdim ki, professor həmin kişilərə dedi ki, siz bilirsiniz ki, bu Dərəçək mənim atamın malikanəsi olubdur. Bura bizim yeridir və ermənilər orada işləyirdilər. Orada qulluq eləyirdilər bizim bağa. Onlardan biri dedi ki, bəli, mənim yadımdadır. Həmin bağda mənim atam bağban işləyirdi və məni də özü ilə hərdən ora aparırdı. İrəvanın çox gözəl yerləri var idi. Hər yeri gözəl idi. Bizi də demək Dərələyaz rayonunun Qovuşu kəndinə göndərdilər. Bu Qovuşu kəndi də gözəl idi. 4 tərəfi dağdan ibarət idi. Arxada qarlı dağ görünürdü. Əvvəlində isə yaşıl ağaclara bürünmüş dağ görünürdü. Gözəl bulaqları var idi, saysız hesabsız. Meşələri o qədər gözəl idi. Hətta meşələri zoğal, əzgil, qoz ağacı ilə dolu idi. Çox gözəl yer idi. Orada da bir gözəl iri çay axırdı. Dağlardan gəlirdi. Güllüdüz kəndi vardı orada, Qabaqlı kəndi vardı, Ələyəz kəndi vardı. Bax o dağların bütün suyu oradan yığışıb həmin bizim kənddən keçirdi. Orada da o çayda necə gözəl qızıl ala balıq deyilən balıqlar var idi. Nəhayət institutu qurtardıq və biz 3 ildən sonra orada işləyəndən sonra təzədən qayıdıb İrəvana gəldik. Ancaq İrəvanda biz iş tapa bilmədik. Məni çox az dərslə həmin o Axundov məktəbində yerləşdirdilər, amma Sabir üçün iş olmadı. Ona görə də biz getdik, Maarif Nazirinin qəbuluna yazıldıq, o bizi qəbul elədi və biz ona bildirdik ki, biz iş üçün gəlmişik, bizə iş verin. O da dedi ki, mən sizə hardan iş verim? Məktəblərdən müəllimlər işləyir öz yerlərində, sizə mənim işim yoxdur. Biz ona dedik ki, sən bizə istəyirsən rus dilində, istəyirsən erməni dilində, Azərbaycan dilində, hansı dildə iş verirsən ver, biz onun öhdəsindən çox layiqincə gələcək. O isə dedi, hə, mən artıq görürəm ki, siz pis işə getmərsiniz, amma yaxşı işi mən sizə vermərəm. Mən o işi öz millətimə verərəm. Yaxşı olar ki, siz yığışın, gedin öz vətəninizə, Azərbaycana, gedin orada işləyin. Bu sözdən biz çox pis olduq. Sabir çox gezləndi. 1-2 addım da qabağa atıb, gəldi nazirin lap qarşısında durdu. Dedi, sən necə utanmırsan o sözü mənə deyirsən? Elə sən oturduğun bu yer mənim vətənimdir. Bura mənim vətənimdir. Mənim atam, babam, nənəm, hamısı burada İrəvan xanlığında doğulublar. Sən mənə necə deyirsən ki, gedin, elə bura bizim vətənimizdir. Vətənimiz olub, vətənimiz olacaq. Siz başqa yerdən gəlibsiniz. Heç bilinmir vətəniniz hardandır, diliniz hardandır. Nəysə çıxdıq gəldik evə, 64-cü il idi bu. 64-cü ilin sonuydu. Biz yığışdıq və Bakıya köçdük. Bakıya gələndə mən düzə əvvəl çox darıxırdım. Deyirdim ki, yəqin ki, yenə qayıdıb gedərik öz
şəhərimizə, öz evimizə, öz yurdumuza, gözəl İrəvanımıza. Ancaq bu bizə qismət olmadı, gələ bilmədik. İrəvanın lap yaxın yerdə çoxlu kəndlər var idi. Zəngibasar, Ulxanlı, Qaralar, Vedi, Sərvanlar. Sərvanlarda anamın əmisi nəvəsi yaşayırdı. Biz ora gedirdik. Orada gözəl çəltik əkirdilər. Bizə çox maraqlı idi. O çəltik bütün suyun içində olurdu. Və Mənzərə xala bizə öz əkdikləri düyüdən gözəl plov pişirirdi. Nə qədər gözəl ətirli plovu olurdu. Ancaq mən çox həmişə arzu eləmişəm ki, İrəvana gedəm. Və yenə də arzu eləyirəm. Yenə də istəyirəm gedəm evimizi görəm, küçəmizi görəm. Biz Allahverdi küçəsində yaşayırdıq. Qəşəng küçəmiz var idi, gözəl həyətimiz var idi. 2 mərtəbəli ev idi, çox gözəl. Və bizim şəhərdən birazca aralı da bağımız var idi. Bir gün yaz keçmişdi yaya, meyvələr artıq yetiş idi, gəlib bizim bağımızı aldılar. O bağdan bizə çox az bir hissə verdilər. O bağın yerində çox böyük bir körpü tikdilər, adını da Razdan körpüsü qoydular. Bu körpü Azərbaycanlıların yaşadığı yerdə, Dərəbağ adlanan yeridir, ora bütün Azərbaycanlılar idi, bütün onların bağları idi. Necə mənzərəli yeridir. Mən həmişə gedib dururdum bizim tərəfdən, baxırdım həmin o taya, o bağlara, orada bizim qohumumuz yaşayırdı. Ancaq güclə görünürdü, mən ona əl eləyirdim və o da oradan mənə əl eləyirdi görünəndə, biz oradan ora əlimizlə, yoxsa danışmaqla səs eşidilmirdi. O körpü çox böyük körpü oldu. O körpünün üstündən tramvay çəkdilər, avtobus gedirdi, yük maşını gedirdi. Belə 2 dağı o körpü birləşdirdi. Mən arzulamışam indiyə nə qədər neçə ildir. İndi də arzulayıram. 60 ildir həmişə deyirəm ki, çox istəyirəm gedəm İrəvanımızı görəm. Gözümün qabağındadır küçəmiz, evimiz, getdiyimiz, gəzdiyimiz yerlər, oxuduğum məktəb, oxuduğum institut. Çox istəyirəm. Hətta oranın qəbirstanlığını da arzu edirdim görəm. Mənim böyük əmim və dayılarım da həmin orada dəfn olunmuşdur. Onları da ziyarət eləmək istərdim. Bütün yerləri, hər yanı gedib ziyarət eləmək istərdim. İstəyirəm cavanlarımız orada geçsinlər, yenə öz adət ənənələrimizlə hər şeyi qaydaya salsınlar. Ancaq mən buna inanıram. Bilirəm ki, biz yenə öz İrəvanımıza qayıdacaq. Ona görə ki, prezidentimiz öz dərin zəkası, ağlı, düşüncəsi, vətənpərvərliyi, insanpərvərliyi, öz xalqına qarşı keçdiyi nəticəsində 44 gün ərzində torpağımızı düşmən tapdağından azad elədi. Qarabağı bizə qovuşdurdu. İndi bizə bu şəkillər haqqında zəhmət olmasa məlumatlar verəsiniz. Bu mənim hər yoldaşım Sabirin texnikum Venetkasıdır. O texnikumu qurtarıbdı. Texnikumu qurtarıb, texnikumu qurtarandan sonra əskəriyə getmişdi. Əskərdən sonra gəldi instituta. Bütün 5 qiymətlərlə instituta qəbul olundu. Bu həmin texnikum 47-ci ildə. Bu həmin diplomdur. Bu isə bizim institut qurtarmağımız Venetkasıdır. 59-cu ildə çəkilibdir. Bu da institut qurtarmağımızdır. Həmin oranı 59-cu ildə həmin oranı bitirmişik. Sonra bax bu şəkil, bu bizim məktəbdə oxuduğumuz şagirdlərdir. Belə o zaman bu şagird idi. Bax bununla hər il mayın 9-unda burada Şuşa bağında biz orada mayın 9-unda yığıncaq keçirirdik. Və bu həmişə yığışırdıq ora.
Bu da həmin yadigar bir şəkildir. Bu şəkildə İrəvanda çəkilib. Mərkəzdə çəkilibdir. İnstitutda, yoldaşımın institutda oxuduğu vaxtlardır. Bu şəkildə atamla Sabirdir. O həmin körpü ki salınıbdır, o körpünün altında çəkilibdir. Orada çəkilmiş şəkildir. Bu şəkil Dərəçşəkdədir. Dərəçşəkdə çəkilib. Bu şəkil isə Sabirin atasıdır. Çox gözəl usta olub, evlər tikiblər. Bax, həmin bu şəkildə orada İrəvanda olan bütün Azərbaycanlılardır. Ustaların hamısı, oradakı olan gözəl binaların hamısı bunların əlindən çıxıbdır. Bunlar tikiblər. Bunlar həmin orada İrəvanda olan binaları. Və Sabirin atası 1941-ci ildə müharibəyə gedib, 43-cü ildə ölüm xəbəri gəlibdir. Bu da bizim birinci kursda oxuyan qızlarla olan şəkillərimizdir. Hamımız bir yerdə şəkil çəkilmişik. Bu da o şəkildir. Bu isə institut qutarandan sonra getdik Dərəçşəyə və bir gün orada qaldıq. Müəllimlərlə, tələbələrlə bu şəkili də orada çəkdirmişik. Bu Ərzini deyilən İrəvanda yer var idi. Həmin orada anam orada dicəlməyə getmişdi. Biz də onu görməyə gedirdik və bu həmin orada çəkilmiş şəkildir. Bu Dərəçşəkdə çəkilmiş şəkildir. Bu isə İrəvanda çəkilmiş şəkildir. İnstitut tələbələri ilə bir yerdə çəkilmiş şəkilimizdir. Bu da Dərəçşəkdə. Çünki bizim əksərən şəkillərimiz Dərəçşəkdə çəkilib. Bu şəhərin mərkəzində çəkilmiş şəkildir. Bu da İrəvanda olan mərkəzdədir. Qızlar institut tələbələri idi. Bax, burada həmin o köprüyü tikirdilər. Hələ başlamamışlar. Onun yerində mənim şəkilimdir. Onda mən birinci kursda oxuyurdum. Burada nəyəsə bağın bir tərəfi idi, haraydı. Getmişdik ora, orada dedilər ki, qoy şəklinizi çəkək, bunu da orada çək. Çəkdilər. Bu dərələyəzlərdir bu şəkil. Bazar günləri gedirdik, balıq tuturdıq, kabab eləyirdik orada. Bunlar da yenə Dərəçşəkdə. Bu da həyətimizdə. Bütün cavanlıq şəkilləridir. Bir balaca şeir yazmışam prezidentimiz haqqında. 100 yaşa, sülh məqamlı prezidentim, xaruqələr yaratmışsan. Gördüyün öz işlərinlə hamıya örnək olmusan. Qarabağ kövrəlibdir, gəlin tək bəzənibdir. Deyir, gəlin görüşək, ayrılığa son qoyaq. Erməni torpağı aldı, amma onu qorumadı. Hər yana minalar qoydu, evləri söktü, taladı. Düşmən bilirdi işini. Qarabağ onun deyildi. O bilirdi, əvvəl-axır torpaq yəsinə çatır. Əvvəl-axır torpaq yəsinə çatır. Yaşasın prezidentimiz, yaşasın Azərbaycan, yaşasın Qarabağ. Qarabağ Azərbaycandır, Qarabağ Azərbaycandır.